ayettir. Niyallahu, niyallahu. Diqqətli olmaq lazımdır ki, bəzi vaxtda Quran oxuyanlar yənin hərəkəsini demirlər. Həm tələskənlik olduğuna görə bəzi vaxtlarda bunu qiraətçilər oxuyurlar, lakin yənin hərəkəsini demirlər. Ona görə də bu tamamilə səhv olacaq, təcvid qaydalarına zidd gələcək. Əhləkəniyallahu, Allah kəlməsi burada dolu oxunacaq. Çünki Allah kəlməsindən qabaq nə gəlir? Fəthə gəlir. Əhləkəniyallahu və dodaqlar qönçələnir və ədirik və mən mə'iyyə və mən mə'iyyə. Burada və mən mə'iyyədə nun hərfi mimə yetişir, idğam mə'al-ğunnə olur. Nun hərfi mimə çevrilir və burunda sıxılır. Və mən mə'iyyə, ayn hərfi boğazın ortasından çıxarılır. Yə incə samitlər qrupuna aiddir. Əo, incə şəkildə bu hərfin çıxarırıq məxrəcini, yəni diftongdur. Əo. Bəzi vaxtlar bunu au kimi oxuyanlar da var, qiraətçilər, bu da tamamilə səhvdir. Əo, rahimənə, ra, qalın oxunacaq burada. Rahimənə də həni boğazdan çıxarırıq. Mənə də burada nə iki səs qədər nədir? Uzadılacaq. Sonra bizə gəlir Fəmən yucirul kəfirinə. Fəmən yuciru da nun hərfi gördüyünüz kimi yə hərfinə